Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz iki düz xəttin üçüncü düz xəttinin kəsişməsindən alınan bucaqlardır. Deməli, burada bir neçə dənə qaydanı əzbər bilməklə tapşırıqları rahat işləmək olar. İki dənə düz xəttin paralel olduğu məlumdursa və bunları kəsən bir dənə də üçüncü düz xətt verilirsə, burada alınan bucaqların müxtəlif adları var. Məsəl üçün, burada boz bucaqdır. Birini də deyim ki, burada da. Bu aydındır ki, görünür ki, bu paralel düz xətlərin içində yox, xaricindədir. Xaricində olduğuna görə həmin bu boz bucaqların adları olur. Həm xarici, yəni xaricdə yerləşir, həm də bu üçüncü düz xəttin, yəni S düz xəttinin müxtəlif tərəflərində olduğuna görə xarici çarpaz bucaqlar adlanır bunlar. Xarici çarpaz bucaqlar. Sonra ikinci qaydaya götürürəm daxili çarpazları. Məsəl üçün, daxili çarpazı rəngləyirəm burada. Baxın, burada yaşıl, bir dənə də burada yaşıl. Və buradakı yaşıla da yazıram daxili. Nəyə görə daxili? Çünki bu A və B düz xətlərinin daxili oblasında yerləşir. Daxili S düz xəttinin müxtəlif tərəflərində yerləşdiyinə görə çarpaz. İndi həm A və B paralel olarsa, bunu da bir dənə başlığında da yazaq ki, burada A paraleldir B-yə. Həm xarici çarpaz, həm də daxili çarpaz. Xarici çarpazlar özləri bir-birinə bərabərdir. Daxili çarpazlar da özləri arasında bir-birinə bərabərdir. İndi keçirəm daxili bir tərəfliyə. Deməli, bir də xarici bir tərəfli. Məsəl üçün, bunu götürürəm və bunu götürürəm. Bu çəhrayı bucaqlar adlanır burada daxili bir tərəfli. Yəni, həm daxildədir, həm də S düz xəttindən eyni tərəfdədir. Daxili bir tərəfli. Sonra götürürəm başqa bucaqları. Bu da olur. Məsəl üçün, bu yaşılla bu yaşıl. Burada da bu bir yaşılı göstərirəm. Bunu da adlandırıram burada. Xarici bir tərəfli. Xarici bir tərəfli. Həm daxili, həm də xarici bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Deməli, bunun da cəmi nələrdir? 180 dərəcə. Yəni, bu çəhrayı şəkil rənglərdə gördüklərimizin cəmi 180 dərəcə edir. İndi var, bir dənə də yeni adımız var. Uyğun bucaqlar. Uyğun bucaqlar hansılardır? Məsəl üçün, bunlar da boz rəngliyək. Baxın, bununla bu rəngi eyni oldu bir dənə. Biraz fərqli rəng götürüm. Bax, bu bucaqla bu bucaq uyğun bucaqdır. Adını da yazaq, uyğun. İndi bunları mən nömrələyirəm. Uyğun bucaqlar çünki çoxdur. Bunu adlandırsam 1, 2 bucağı, 3 və 4. 5, 6 bucağı, 7 və 8 nömrəli bucaq. İndi uyğun bucaqları işarələyək. 1 ilə 5, daha doğrusu 2 ilə 5. 2, 5. Sonra 3'ə uyğun olan 7'dir. 3, 7. Sonra 1'ə uyğun olan uyğun bucaq 6'dır. 1, 6. 4'ə uyğun olan bucaq isə 8'dir. 4 və 8. Bunlar da uyğun bucaqlardır. Uyğun bucaqlar da həmişə bir-birlərinə bərabərdir. Sonra məsəl üçün deyə bilərik ki, burada bəs 1 ilə 3 necədir? Hansı bucaqlardır? 1 ilə 3 bunları keçən ildən bildiyimiz qaydalardır. Qarşılıqlı bucaqlardır. 2 ilə 3 qonşu bucaqdır. Çünki cəmi 180 dərəcədir. 4 ilə 3 qonşudur. 5 ilə 8 qarşılıqlıdır. Bu bucaqları biləndən sonra tapşırıqları asanlıqla yerinə yetirmək mümkündür. Bundan əlavə bizim bir neçə dənə də qaydamızı bilsək, tapşırıqlar daha da rahat həll olunur. Məsəl üçün, bunlardan birincisi belədir ki, bu formada olan bucaqlarımız var. Burada A, bu da B'dir. Burada A yazıram paraleldir B'yə.
Burada da 3 tane bucaq alınır. 1 nömrəli bucaq, 2 nömrəli bucaq və 3 nömrəli bucaq. Bunun üçün qaydamız ondan ibarətdir ki, bucaq 1 üstəgəl bucaq 2 üstəgəl bucaq 3 bərabərdir 180 dərəcəyə. Bu bir növbəti qaydamıza baxaq. Növbəti qaydamızda əgər belə formalı bir bucaq verilərsə bizə, məsəl üçün buranı alfa verir, buranı beta verir. Bu da AB düz xətləridir. Yenə AB-yə paraleldir. Bizə buradakı x-i soruşur. X-i tapmaqdan ötürü alfa ilə betanı toplayıb alınan cəmdən 180 dərəcəni çıxmaq lazımdır. Bu da oldu ikinci qaydamız. Yəni ikinci növ bucaqlar. Bir dənə də var belə. İki paralel düz xəttin arasında. Yenə bu A və B düz xətləridir. Belə zigzag formalı bucaqlar əmələ gəlirsə, burada yazıram 1, bunu yazıram 2, bunu yazıram 3. Bu bir tərəfdə 4, bu bir tərəfdə 5. Zigzagın sağındakı bucaqların, iti bucaqların cəmi solundakı iti bucaqların cəminə bərabərdir. Yəni, burada yazıram, soldakı bucaqlar bucaq 5 ilə bucaq 4'dür. Sağdakılar da bucaq 1, bucaq 2 və bucaq 3'dür. Bu qaydaları bilməklə müxtəlif tapşırıqların hamısını rahatlıqla həll eləyə bilərik. Bu oldu bizim dərsimizin izahı. İndi çalışma 1-də deyir ki, A və B kəsəndir. 4 bucağı 3-dən 19 dərəcə böyükdür. Şəkil 2. Bucaq 2-ni tapın deyir. Şəkil 24. Bu deməli, buradakı bucaqların birini x götürdümsə, o biri olur 180 çıxılsın x, çünki bunun qonşusudur. Sonra burada da 180 çıxılsın x ilə 3 nömrəli bucaq çarpaz olduğuna görə o da 180 çıxılsın x-dir. 1 ilə də 4 çarpaz olduğuna görə bunların da hər ikisi x-ə bərabərdir. İndi burada verilənə görə yazsam ki, nömrə 1-də bucaq 4 deyir, bərabərdir bucaq 3 üstəgəl 19-a. İndi yazdığım qiymətləri yerinə yazdım. 4'də yazmışam, x ilə işarə eləmişəm. X bərabərdir. 3'ü işarə eləmişik 180 çıxılsın x ilə üstəgəl 19. Buradan x-i tapmaq üçün x-i keçirsəm bu tərəfə, bu x-lə toplayanda eləyir. 2x bərabərdir 180 üstəgəl 19'a. O da bərabərdir 199'a. X-i də tapmaq üçün 199'u bölməliyəm 2'yə. 19'da 2, 9 dəfə, 9 dəfə 2'yi 18 eləyir. 19'da 2 yenə 9 dəfə, yenə 18 eləyir. Deməli, 99 dərəcə orada qalır. Bir dənə dərəcə, onu da yarıya böləndə olur 60 dəqiqə. 60'ın yarısı belə 30 dəqiqə. 99,5 dərəcədə yazmaq olar bunu. İndi bizə deyir ki, bucaq 2'ni tapın. Bucaq 2'ni 180 çıxılsın x götürdüyümə görə 180'dan 99 dərəcə 30 dəqiqəni çıxmalıyım. Bunun üçün 180'ı parçalayıram. 179 dərəcə 60 dəqiqə çıxılsın 99 dərəcə 30 dəqiqə bərabərdir. 179'dan 99 çıxanda qalır 80 dərəcə, 60 dəqiqədən də 30 dəqiqəni çıxanda qalır 30 dəqiqə. 80 dərəcə 30 dəqiqə olur verilmiş tapşırığın yekun cavabı. Növbəti tapşırığa baxaq. Üç dənə bucaq 2, üstəgəl 2 dənə bucaq 3 bərabərdir 360 dərəcə. Deyir, bucaq 1'i tapın. Bucaq 1 bərabərdir sual işarəsi. İndi şəkildə yenə verilənləri yerinə yazaq. 3 dənə bucaq 2'ni işarə eləmişəm. 180 çıxılsın x ilə. Üstəgəl 2 vurulsun. Bucaq 3'ü də işarə eləmişik. 180 çıxılsın x ilə. Bərabərdir 360 dərəcə. Deməli 3 dənə, bu da 2 dənə. Hamısı bir yerdə olur. 5 dənə 180 çıxılsın x bərabərdir 360'a. Buradan 180 çıxılsın x'i də tapmaq üçün 360'ı 5'ə böləm. 36'da 5 7 dəfə. 10'da da 5 2 dəfə 72 eləyir. X də bərabərdir 180'dan da 72'nin çıxanda qalır 108 dərəcə. X'i tapdım. İndi burada bizə deyir ki, bucaq 1'i tapın. Bucaq 1'i də elə x-lə işarə elədiyimə görə x bərabərdir bucaq 1'ə, o da bərabərdir 108 dərəcəyə. Üçüncü tapşırıqda yenə eyni şəkildir. Üçüncü tapşırığın deyir ki,
8 dənə bucaq 1 çıxılsın 5 dənə bucaq 4 bərabərdir 333. Burada da deyir ki, bucaq 3'ü tapın. İndi yenə şəklə baxıb verilənləri yerinə yazaq. 8 dənə bucaq 1'in yerinə yazıram x çıxılsın 5 dənə bucaq 4'ün yerinə də x yazıram. Bərabərdir 333'ə. Buradan deməli 3x bərabərdir 333'ə. X də bərabərdir 333'ü bölsəm 3'ə eləyər 111 dərəcə. 111 dərəcə. İndi bizə deyir bucaq 3'ü tapın. Bucaq 3'də 180 çıxılsın. X olduğuna görə bucaq 3 bərabərdir 180 çıxılsın x. Bu da 180'dan 111'i çıxmaq lazımdır. 80'dan 11 çıxanda eləyir 69 dərəcə. Bu da oldu tapşırıq 3'ün həlli. Tapşırıq 4'də artıq 25-ci şəkli keçir. Tapşırıq 4'də bunu biraz balacaladım görüm şəklə rast gəlirik. Deməli bir dəqiqə. İndi baxaq tapşırıq 4'də. Şəkli çəkim təzədən bura. Nömrə 4. Nömrə 4'də 2 dənə paralel düz xətti, 2 dənə paralel düz xətt kəsir. Və kəsişmədən alınan bucaqları baxın. Buranı adlandırıb 1, bura 4, bura 2'dir, burada 3. İndi şəklə baxaq, məsələn işləyək. Deməli deyir ki, burada deməli A B'yə paraleldir, C də D'yə paraleldir. İndi burada bucaqları işarə eləsəm, bunlar bir-birinə paraleldir. Paraleldirsə, x bucağı, məsələn 4 bucağını götürsəm mən x, bu 4x-dirsə, onda burada 2 də x-dir. Çünki ən azından hər ikisi kördur, belə də götürmək olar. 1'i götürsəm 180 çıxılsın x-lə, onda 3 özü də olasıdır 180 çıxılsın x. 3'ü işarə elədim. İndi 4'də verilənləri yazaq. 2 dənə bucaq 4 deyir. 2 dənə bucaq 4 bərabərdir 5 dənə bucaq 1'dən 207'nin çıxılmasına. 4'ün yerinə yazmışam x, deməli 2x bərabərdir 5 vurulsun 1'in yerinə yazmışam 180 çıxılsın x, çıxılsın 207. İndi burada 2x bərabərdir 5'i 180'a vuranda eləyir 900 çıxılsın 5x çıxılsın 207. 5x də bu tərəfə gələndə 2x-lə toplayıram eləyir 7x bərabərdir. 900'dən 200 çıxanda 700 qalır. Orada da 7 çıxanda 693 qalır. X də bərabərdir. 69'da 7 olar. 9 dəfə 63 eləyir. 63'də də 7 yenə 9 dəfə. X bərabərdir 99. İndi bizə deyir ki, bucaq 2 çıxılsın, bucaq 3'ü tapın. İndi burada yazaq. Bucaq 2 çıxılsın, bucaq 3 bərabərdir. 2'nin yerinə yazmışam x çıxılsın. 3'ün də yerinə 180 çıxılsın x yazmışam. Burada da olur x çıxılsın 180 üstəgəl x. X'ləri toplayanda olur 2x çıxılsın 180. O da bərabərdir. 2 vurulsun 99 çıxılsın 180. 99'u 2'ye vuranda 180. O da 19. 180 bu da 18. 198 çıxılsın 180. O da bərabərdir 18 dərəcə. İndi eyni qayda ilə tapşırıq 5'ə baxaq. Tapşırıq 5'də də deyir ki, 3 dənə bucaq 1. 3 vurulsun. Bucaq 1'i götürmüşəm burada 180 çıxılsın x-lə. Üstəgəl 2 dənə bucaq 4. Bucaq 4'ü də götürmüşəm x-lə çıxılsın 4 dənə bucaq 3. 4 dənə də 180 çıxılsın x var. Bunların da hamısını cavab eləyir 135 dərəcə. İndi tənliyi həll eləsəm, burada 2x-i yazıram, ortadakı 2x-i. Bu mənfi 4 dənə 180 çıxılsın x, bu da 3 dənə. Hamısı bir yerdə eləyib mənfi 1 dənə 180 çıxılsın x bərabərdir 135'ə. Buradan 2x çıxılsın 180 üstəgəl x bərabərdir 135'ə.
X'ləri toplasam 3x, 135 ilə də 180 keçir o tərəfə toplasam 5, 8 ilə 3'ün 11, 1 yadda, 2, 1 də yadda, 3, 315. Buradan da x'i tapdım, 105. X 105'dir. İndi bizə 5'də deyir ki, bu 3 dənə bucaq 4'dən bucaq üçün fərqini tapın. Yazıram 3 dənə bucaq 4. Bucaq 4'ü işarələmişəm x ilə çıxılsın. Bucaq 3'ü də işarələmişəm 180 çıxılsın x ilə. Bu mötərizəni açsam 3x çıxılsın 180 üstəgəl x eləyir ki, bu isə bizə 3x ilə x'i toplayıram eləyir 4x çıxılsın 180 bərabərdir. X'in qiymətini yerinə qoysam 105'i 4'ə vuranda 420 çıxılsın 180. Bu da eləyər 240. 240 dərəcə olur bizim axtardığımız fərqin nəticəsi. Bu da oldu tapşırıq, deməli 5. İndi baxıram tapşırıq 6'ya. Tapşırıq 6'da da şəkil 26 olur. İndi bunu bir dənə də şəkil 26'nı bura çəksəm aşağı. Deməli 2 dənə paralel düz xəttdir. Bir dənə də onu kəsən düz xəttdir. Yazaq burada tapşırıq 6. 2 dənə paralel düz xətt. Birinci paralel düz xəttimiz. Bu isə ikinci paralel düz xəttimiz. Sonra bunları kəsən bir dənə belə bir düz xətt var. Bu oldu A, B düz xəttdir. Bu isə C, D düz xəttdir. Bunları kəsən də oldu M, N düz xəttdir. Sonra deyir ki, Y, F də bir dənə buradan gəlir. Y, F. İndi məsələ 6'ya baxaq. A, B, C, D-yə paraleldir. MN dediyi kəsəndir. Y, F şüası isə B, Y, M bucağının təmbölənidir. Deməli, bura x dərəcədirsə, onda burada x dərəcədir. Çünki təmböləndir. Sonra bizə nə verir? B, Y, M bucağını verir. Axırda da Y, F, C bucağının dərəcə ölçüsünü soruşur. İndi baxıram burada nəyə? Deməli, baxın. Burada kəsmə nöqtəsini də adlandırıb burada Y. YF təmböləndirsə, həm də YF bu AB ilə ND, CD düz xətlərini kəsəndir. Kəsəndirsə, bura x-dirsə, onda bu F bucağının içərisi də x-dir. Çünki bu x ilə x daxili çarpaz bucaqlardır. Bunlar daxili çarpaz bucaqlar olduğuna görə, bunlar içisi də x oldu. Onda burada alınan 3 bucaq bərabər yanlıdırsa, onda M bucağı, yəni bu 3 bucaqdakı M bucağı, onlar 180 çıxılsın 2x. 180 çıxılsın 2x-dirsə, deməli, eyni qayda ilə burada onunla çarpaz olduğuna görə burada 180 çıxılsın 2x-dir. Onda M bucağı özü də qalır 2x. Buranı da 2x tapdım. İndi verilənlərə baxaq. Deyir ki, bucaq BYN. Baxaq görək BYN nədir? BYN. Yəni bu 2x bucağı 130 yazaq burada. 2x bərabərdir 132 dərəcə 36 dəqiqə. Onda x özü də bərabərdir 13'də 2 6 dəfə, 12'də 2 6 dəfə. 66 dərəcə 18 dəqiqədə olur x-in özü. Bizdən soruşur YFC-ni. YFC. YFC ilə x olduğuna görə ona da bərabərdir. Bucaq YFC bərabərdir x-ə. O da bərabərdir 66 dərəcə 18 dəqiqə. İndi eyni tapşırığı 26 nömrəli şəkillə burada verilənlər əsasən işləməliyim. Deməli, bizə verir 3 dənə AYM-i yazaq buradan nömrə 7. Deməli, 3 vurulsun. AYM-ə baxıram. AYM. Bax, bura.
Bura təbii ki 2x olası ki, qonşusu 180 çıxılsın 2x-dir də. Deməli 3 dənə 2x çıxılsın 5 dənə YNF. Y bu N, bu da F. Burada 180 çıxılsın 2x-dir. 180 çıxılsın 2x. Üstəgəl 76. Burada bərabərdir. İndi bu 3'ü 2'ye vuranda eləyir 6x bərabərdir. 5'i 180'a vuranda eləyir 900 çıxılsın 5'i 2'ye vuranda 12x üstəgəl 76. 10x 6x'in yanına gələndə olur 16x bərabərdir 976'ya. X də bərabərdir 976 bölünsün 16. 9 dəfə olan 6 dəfə olanda olur 96. Qalır 16. 16'da 16 bir dəfə. Deməli x'i tapdım 61 dərəcə. Bizdən soruşur YFC'ni. YFC ilə x'dir. O da ona bərabərdir. Bucaq YFC bərabərdir x dərəcə. O da 61 dərəcə. Bu oldu tapşırıq 7. İndi baxaq tapşırıq 8-ə. Şəkildə verilənlərə əsasən deyir. Düz xətlər arasındakı bucağı tapın. Deməli, düz xətlər arasındakı bucağı alfa ilə işarə eləyir. Burada da bizə verir. Biri 4x'dir, biri 2x üstəgəl 30. Bu 4x'dən bax, bura qonşu bucaqlardır. Bu işarə elədiyimdən də bu da uyğun bucaqdır. Onda burada 2x üstəgəl 30 olasıdır. 4x ilə burada 4x'dir. Bunların da cəmi qonşu olduğuna görə deməli yazıram ki 8'in birincisi. Cəmi 180 dərəcədir. Deməli 4x üstəgəl 2x üstəgəl 30 bərabər olmalıdır 180'a. Buradan 6x bərabərdir 150'yə. X də bərabərdir 15'də 6 2 dəfə 12 30'da da 6 5 dəfə 25 dərəcə. Bizə də x'i soruşur. X oldu 25 dərəcə. İndi bir dənə də nə deyir bizə? Əsasən bu düz xətlər arasındakı bucağı tapın. Düz xətlər arasındakı bucaqda 25'i burada 4x-dirsə yazıram. 25 vurulsun 4 bərabərdir 100'dürsə, deməli 2 bucağı götürməliyəm. Həmişə düz xətlər arasındakı bucağı 180'dan da 100 çıxanda qalır 80 dərəcə. İndi ikincisinə baxsaq, ikincisi yenə bu 5x'dir. Bu 5x'də uyğun olaraq burada 5x'dir. Uyğun bucaqlar olduğuna görə 5x'dən 4x üstəgəl 63'dür bu da. Buraya yazaq. 4x üstəgəl 63'də bu da. Qonşudursa cəmi 180 eləməlidir. Deməli 5x üstəgəl 4x üstəgəl 63 bərabər olmalıdır 180'a. Buradan 9x bərabərdir 180 çıxılsın 63'ə. Hər tərəfi 9'a bölsəm x bərabərdir 20 üstəgəl 7'yə. 20'nin üstünə 7 gələndə eləyir 27 dərəcə. İndi 5x'i tapsam, 5x bu bucaqlar arasındakı bucaqda da 27 vurulsun 5. 27'nin 5'ə vuranda 7 dəfə 5'in 35, 3 yadda 10, 3'də bu elədi. Bu kör bucaq olduğuna görə bunların arasındakı iki bucağı tapmalıyım. Yəni 180'dan 135'i çıxanda eləyir 45 dərəcə. Sonra üçüncüsünə baxaq. Üçüncüsündə verir bizə 7x üstəgəl 40, bir də 3x. Bu 3x çarpaz olaraq burada 3x'dir. Çarpaz bucaqlar bir-birinə bərabərdir. İkisini də cəmi 180 dərəcə eləməlidir. 7x ilə 3x'i toplayıram eləyir 12x üstəgəl 40 bərabərdir 180'a. Buradan 12'si də bərabərdir 140'a. X də bərabərdir 14'ə. İndi 3x'i də tapsam, 3'ü vuranda 14'ə eləyir 30, 12, 42 dərəcə. Elə iki bucaq olduğuna görə deməli bu bucaqlar düz xətlər arasındakı bucaq da 42 dərəcəyə bərabərdir. Növbət tapşırığımız deyir ki, A və B düz xətləri C düz xətti ilə kəsişir. Burada bucaq 1 ilə bucaq 7 konkurentdir. Bucaq 1 ilə bucaq 7 xarici çarpazdır. Bax, deməli bucaq 1 buradadır, bucaq 7 də buradadır. Xarici çarpaz bucaqların cəmi
daha doğrusu xarici çarpaz bucaqlar bir-birinə bərabərdirsə, deməli həqiqətən də A və düz xətti paraleldir, B düz xəttinə paralel olduğunu da isbat edin. O zaman paralel olur ki, xarici çarpaz bucaqlar bir-birlərinə bərabər olsunlar. Vəssalam. Sonra eyni şəkildə deyir ki, 2 ilə 7-nin cəmi 180 dərəcədir. Baxaq. 2 ilə 7 elə bil ki, xarici bir tərəfli bucaqlardır. Xarici bir tərəfli bucaqlar da cəmi 180 dərəcə olduğuna görə onda yenə də A və B düz xətləri bir-birinə paraleldir. Və bu qaydadır da əsasən. A paraleldir B-yə. Burada fərqlidir işarəsi yazdım. Paraleldir. Sonra indi bizə verilir ki, bucaq 6. Qoy bir şəkli burada çəkək. Yazaq nömrə 11. Deməli, 2 dənə düz xətt paralel, bir dənə də bunları kəsən düz xətt. Bu 1-dir, 2, 3, 4, burada da 5-dir, 6 bu bir tərəfdədir, 7, burada da 8. İndi belə eləyirəm. Burada verilənləri işarə eləyim əvvəlcə. Bir bucağı x dərəcədirsə, 3 bucağı da x dərəcədir. Əgər düz xəttlər paraleldirsə, 5 də x-dir, onda 7 də x-dir. 2'ye qalır onda 180 çıxılsın x, 4'e də qalır 180 çıxılsın x, 6'ya da qalır 180 çıxılsın x, 8-ci də olasıdır 180 çıxılsın x. İndi verilənlərə baxaq. Deməli, bucaq 1 bərabərdir. Bucaq 1'in yerinə yazıram x. Bərabərdir. Bucaq 8, 180 çıxılsın x, çıxılsın 144. Buradan x'i tapsaq, 2x bərabərdir 36, x də bərabərdir 18. Bunu tapdım. İndi x 18-dirsə, bucaq 6 lazımdır mənə. 6-da 180 çıxılsın x yazıram. Bucaq 6 bərabərdir 180 çıxılsın x, o da bərabərdir 180 çıxılsın 18. Bu da eləyir 162. Burada da həqiqətən də 162 dərəcə verdiyinə görə, deməli alırıq ki, A düz xətti doğrudan da B düz xəttinə nədir? Paraleldir. Növbət tapşırığımız yenə burada məsələ şəkil 28-dir. Şəkil 28-də yazaq bura nömrə 12. Veriləni yazaq. Bucaq 1 üstəgəl bucaq 2 üstəgəl bucaq 4 bərabərdir 318-ə. Deməli, buna əsasən biz bucaq 6 üstəgəl bucaq 8-in 276 dərəcə olmasından istifadə edib A ilə B-nin paralel olduğunu deməliyim. İndi şəklə baxaq bir dənə də. Deməli, bucaq 1'in yerinə yazıram x. Bax, 1'in yerinə yazdım x üstəgəl. 2'nin yerinə yazdım 180 çıxılsın x. 4'ün də yerinə yenə 180 çıxılsın x. Bərabərdir 318'ə. Burada x'lər gedir. 180'dan 180 eləyir. 360 çıxılsın 318 bərabərdir. Bu x'lər getdi. Bir dənə bu x qaldı. O da sağa keçəndə. 160'dan 18 çıxanda 42 bərabərdir x. Deməli, burada mən x'i tapdım. 42-də heç. İndi 6 ilə 8'ə baxıram. Bucaq 6'nı işarə eləmişəm. 180 çıxılsın x-lə. 8'i də işarə eləmişəm. O da 180 çıxılsın x-lə. O da bərabərdir 276. Yenə 180'dan 180'i toplayanda eləyir 360. Çıxılsın 276 bərabərdir x-lə ikisi də bu tərəf keçir. Olur 2x. 180'dan 176 çıxanda, 10'dan 6 çıxanda qalır 4. 15'dən 7 çıxanda da qalır 8. 84 bərabərdir 2x-ə, x də bərabərdir 42-yə. Deməli, hər iki şərtdə x 42 dərəcə olduğuna görə, deməli, bu bucaqlar bir-birinə bərabərdir və A paraleldir B-yə. Bu oldu 12 nömrə tapşırıq. İndi 13'ə baxaq. Şəkil 29. Bir
Bir də şəkil 29'u bura çəkim sonra. Nömrə 13. Çünki aşağı yuxarı göstərmək olmur, çətin olur biraz. Deməli buradan bir dənə xət. Bir dənə buradan gəlir beləsinə, bura qədər. Buradan gəlir bunun təpəsinə qədər. Bir dənə də buradan. Adlandıraq bunları. B, C, A, D, Y. Nömrələrini də yazsaq. Bu 4 nömrəli bucaq. Bura 1 nömrəli bucaq. Bura 2. Burada 3. Bu oldu bizim məsələdə şəkildə verilənlər. İndi baxıram tapşırıq 13-ə. Deyir ki, AD ilə BC, AD ilə BC düz xətlərinin paralel olduğunu heç mi? Bax, BC budur. BC budur. AD də budur. Bunların paralel olduğunu deyir hökmətmək olar mı? Baxaq görək. Birincidə. Deyir ki, 1 ilə 4 bir-birinə bərabərdir. 1'ə yazıram x. 1'ə yazıram x. 4'ə də yazıram x. Bunlar bir-birinə bərabərdir. Deməli, bu zaman bunları əgər mən bu BC ilə AD-ni belə uzatsam, bu x ilə bu x çarpaz bucaqlar olur. Çarpaz bucaqlar ikisi də bir-birinə bərabər olduğuna görə, deməli, birincidə çarpaz bucaqlar bərabər olduğuna görə BC paraleldir AD yaza bilərəm. İkinciyə baxıram indi. İkincidə deyir ki, ABC ilə, baxaq görə ABC hansı bucaqdır? Artıqları silim. Yaşılları. Buradan da x-i silə. Hələ ki, indi baxaq təzədən ikincisinə. ABC bucağı, ABC bu bucaqla BCD bucağı, BCD bucağı, bax bura. İkisinin cəmi 180 dərəcədir. İkisinin cəmi 180 dərəcədirsə, deməli, mən bu bucaqla bu bucağın paralel olduğunu deyənmərəm. Nəyə daha doğrusu? AD ilə BC-nin paralel olduğunu deyə bilmərəm. Çünki bunun AD-yə dəxli yoxdur. Bu ikisi də BC-nin üzərində olan bucaqdır. Ona görə də bura yazıram ki, xeyr. Burada hökm etmək olar mı deyir? Deyir, yox, bəli. 2 də xeyr. Keçdik 3-ə. 3-də bucaq 2, bucaq 3-ə bərabərdir. Bucaq 2 ilə bucaq 3 bir-birinə bərabərdirsə, 2 ilə 3 bucaqları bir-birinə bərabərdirsə, AD düz xətti ilə BC, bu səfər də BC-yə dəxli yoxdur. BC-yə heç bir dəxli yoxdur. Sadəcə olaraq bu CD-nin bundan, yəni AB ilə CD-nin paralel olduğunu demək olar. Burada da xeyr demək olmaz. Çünki ikisi də eyni düz xəttin üzərində olan bucaqlardır və bu paralel düz xəttinin yuxarıdakına dəxli olmadı bu. Deməli, burada da hökm etmək olmadı. 14 nömrəli məsələdə şəkil 30-da A və B düz xətləri paraleldir, x-i tapın. Deməli, burada bir qayda olaraq yadda saxlayırıq ki, iki paralel düz xəttin arasında zigzag bucaqlar varsa, onun sağındakı bucaq, iti bucaqların cəmi solundakı iti bucaqların cəminə bərabərdir. İndi burada qaydaya əsasən sağdakı bucaq 17 ilə 12-dir. 17 ilə 12. Soldakı bucaq da x-dir. Deməli, burada onu da yaza bilərəm ki, 14-ün birincisində x bərabərdir 17 üstəgəl 12. O da bərabərdir 29 dərəcə birbaşa. Sonra ikincisində olan şəkil formasında olan məsələləri həll eləməkdən ötürü, bu təpədəki x bucağını tapmaqdan ötürü, bu da alfa ilə betadırsa, deməli, x həmişə bərabər olur alfa üstəgəl beta çıxılsın 180-a. Bu dediyim qaydanı bura tətbiq eləsəm, x bərabərdir 135 üstəgəl. Öbür bucaq da 120 dərəcədir. Alınan cavabdan da çıxmalıyam 180-ı. Bu ilə 255 çıxılsın 180 bərabərdir. 5-dən 0 çıxanda 5, 15-dən də 8 çıxanda qalır 7. Burada da 1 qaldı, 1-dən də 1 çıxanda 0. Deməli, axtarılan bu x bucağı 75 dərəcədir.
neçə oldu? 14 nömrəli tapşırığımız. İndi 15'ə baxaq. 15'də yenə deyim məhsulu tapın. Deməli burada Y soldakı bucaqdır. Bunlar ikisi sağdakı bucaqdır. Ona görə də soldakının cəmi soldakı sağdakıların cəminə bərabərdir. Yəni Y bərabərdir. Y bərabərdir. Bu bucağı verir bizə 67 çıxılsın Y. Aşağıdakını da verir 25 dərəcə. Y'lər keçir bir tərəf olur. 2Y bərabərdir. Bunu da toplayanda 80. O da 12. 92. Y də bərabərdir. 45. 2'nin də yarısı 1. 46. Bizə də elə məhsulu tapın deyir. 46 dərəcə. Sonra bu şəkildə məsələni həll eləməkdən ötürü mən bunu yenə bayaqçı şəklə gətirirəm. Bax, buradan bir dənə də qırıq-qırıq xətt çəkirəm. Onda bu tərəf olur nə? 180 çıxılsın x. Onda bu 19 dərəcəli bucaq 19 dərəcəli bucaq bərabərdir. Bu kör bucaqların cəmindən, yəni 180 çıxılsın x üstə gəl. Öbürü də 261 çıxılsın x-dir. 261 çıxılsın x çıxılsın 180'a bərabərdir. Burada 180'lar qəşəng islah gedir. X-dən x mənfi 2x eləyir. Sağa da sola da keçəndə o müsbət 2x bərabərdir. 261 çıxılsın 19. 11'dən 9 çıxanda qalır 2. 5'dən də 1 çıxanda qalır 4. 242. X də bərabərdir 242'nin yarısı 121 dərəcə. Sonra keçdik bura. Üçüncü bir dənə də qaydamız var ki, əgər belə bir formalı bucaqlar verilsə, bu bucaqların cəmi həmişə 360 dərəcə olar. Bu üçünün bir yerdə cəmi. İndi bu məsələni də yenə üzünü çevirirəm bu bir tərəfə ki, burada alınsın belə bir şey. Yəqin ki, burada nəsə bizə verilməli idi. X-dən bir dənə baxın kitaba. Bəzi kitablarda səhv düşür çapda. Bu məsələ neçədir? 15. Yoxdur. Orada əgər bizə bucağı verməsə, bu məsələni işləmək mümkün deyil. İndi bura bir dənə x yazaq məsəl üçün özümüzdən. X yazıramsa bu çöl tərəfi də olur. 180 çıxılsın x. Bunların üçünün bir yerdə cəmi eləməlidir 360. Yazaq 180 çıxılsın x. Üstə gəl 9x üstə gəl 4. Üstə gəl 12 üstə gəl 22. Üçünün də bir yerdə cəmi bərabərdir 360 dərəcəyə. İndi 9x-dən x çıxanda qalır 8x. 10x-dən də toplayanda 18x. Bərabərdir 360'ı yazıram çıxılsın 180 çıxılsın 4 çıxılsın 22. İndi bunu x özümdən yazdığıma görə bilmirəm burada cavab düz alınır alınmaz. Yəni yolu budur. 360'dan 180 çıxanda qalır 180. 180'dan da 26 çıxmalıyam. Qalır 144. X də bərabərdir 144'ü bölməliyəm 18'ə. İkisi də tam bölünür eləyər 8 dəfə. 8 dəfə 8'in 64, 6 yadda 8, 6 yadda 14. Aha. X bərabərdir 8. Və sam ilə bizdən də x-i soruşur. Məhsul tapın deyir. Yəni bu qaydada olsa belə olmalıdır. Yəni burada heç nə verilməsəydi bunu tapmaq mümkün deyildi. 16 nömrəli məsələ. Şəkil 32. Düşdü aşağıdakı şəklə. Deməli şəkil 32-də deyir ki, bucaq 2 68 dərəcədir. Bucaq 5 də 112 dərəcədir. Bucaq 2'yə verir 68 dərəcə. Bucaq 5'ə də verir 112 dərəcə. İndi bunu bizə niyə verir? Bizə ona görə verir ki, biz burada görürük ki 68'dirsə, bu çarpazdirsə, burada 68 olmalıdır. 68 ilə də 112'nin cəmi 180 elədiyinə görə, deməli bu düz xətlərin paralel olduğunu demək olar. Yazırıq belə ki 17'də
68 üstəgəl 112 bərabərdir 180 dərəcə olduğuna görə AB paraleldir CD-yə. AB-nin CD-yə paralel olduğunu bilərəkdən indi baxıram məsələnin bu bir tərəfinə. 3 ilə 4 deyir 4 5 nisbətindədir. 3 ilə 4 biri də buradakı olan çarpaz elə ki 4-dürsə burada 4-dür də belə deyim. Daxili bir tərəfli bucaqlardır. Biri 4K, biri 5K-dır. Daxili bir tərəfli bucaqlarında cəmi 180 dərəcədir. Deməli 4K üstəgəl 5K bərabərdir 180-a. 9K burada 180 eləyirsə K da 20-dir. Bizə deyir ki, bucaq 3-ü və bucaq 4-ü tapın. Onda bucaq 3 4 vur 20 olar 80. Bucaq 4 də 5 vur 20 olar. O da olar 100. 100 dərəcə. Bu oldu 17 nömrəli məsələ. Belə. 18-də. 18-də şəkil 33-dür. 18 nömrəli məsələdə. Deməli, bucaq 2-ni verir bizə 180 çıxılsın 3x-lə. Bucaq 6-nı da verir x-lə. 6-ya yazaq x. 2-yə də yazaq. 2 hardadır burada. 180 çıxılsın 3x. 180 çıxılsın 3x də burada. Bundan da bu uyğun bucaqlar olduğuna görə bir-birinə bərabərdir. Yazıram 180 çıxılsın 3x bərabərdir x-ə. Buradan 4x bərabərdir 180-a, x də bərabərdir 180-a 4-ə böləndə 45 dərəcə. İndi bizə deyir ki, bucaq 3 çıxılsın, bucaq 4-ü tapın. Bucaq 3 çıxılsın, bucaq 4 tapmaq üçün, deməli, bu 180 çıxılsın 3x-dirsə, deməli, bucaq 3x-dir. Bucaq 4 də 6 ilə çarpaz olduğuna görə bu da x-dir. İndi bucaq 3 çıxılsın, bucaq 4-ü deyirsə, 3x çıxılsın, x-i tapmalıyam. Bu da elə 2x, x-i də 45 tapmışam, 90. 19 nömrəli tapşırıqla davam edirik. Deməli, burada bizə verir şəkil 34-dür. 19. Şəkil 34-də olan 2 nömrəli bucaq 1 və 3 nömrəli bucaqların cəminə bərabərdir. İndi burada verilənləri yerinə yazsam, 2-nin yerinə yazaram 3x üstəgəl 15. 1-in yerinə verirdi bizə 2x çıxılsın 6. 3-ün də yerinə verib bizə 4x çıxılsın 24. Üstəgəl 4x çıxılsın 24. İndi məşğulları bir tərəfə keçirək, məlumları bir tərəfə. 15-i yazaq burada. 6 ilə 24 elədi 30. Bərabərdir 2x-dən 4x-in elədi 6x. 3x də keçəndə sağa çıxılsın 3x olur. Deməli, buradan tapıram ki, 3x bərabərdir 45-ə. X də bərabərdir 15-ə. Bizə də x-i tapın deyir. X də bərabər oldu 15-ə. Növbəti tapşırıq 20. 20 nömrəli tapşırıqda şəkil 35-ə düşürük aşağı. 35 nömrəli şəkildə deməli, verilən bu 1, 2, 3 nömrəli bucaqların üçünün də birlikdə cəmi 180 dərəcə olmalıdır. Ona görə də 1-i verir bizə 3x çıxılsın 1. 2-ni verir 2x çıxılsın 15. 3-ü də verir 2x üstəgəl 40. Və bunlar 3-ü bir yerdə də deyil 360 dərəcədir. İndi burada nə etmək lazımdır? Məlumları bir tərəfə keçirmək lazımdır, məşğulları bir tərəfə. Deməli, 3x, 2x, bu da 2x, 4, bu da 3. 7x bərabərdir 360. 40-dırsa, çıx 40 olur. Mənfi 1 ilə də mənfi 15-in mənfi 16 eləyib, bu tərəfdə keçəndə müsbət 16. 320-nin üstünə də 16 gələndə eləyir 336. Buradan x-i də tapmaq üçün 336-nı bölməliyəm 7-yə. 33-də 7 4 dəfə 28 eləyir. 56-da da 7 8 dəfə. 48-də bunun cavabı elədi. İndi 21 nömrəli tapşırığa baxaq. 21 nömrəli tapşırıqda şəkil 35-ə əsasendir. Deməli, deyir ki, 1 ilə
2, 16, 36, 17 nisbətindədir. Deməli 1-ə 36K yazıramsa 2-yə də 17K yazmalıyım. Bucaq 3 isə 1-dən 4 dərəcə böyükdür. Yəni 36K-dan 4 dərəcə böyükdür. Və bunların üçünün bir yerdə cəmi 360 dərəcə eləməlidir. 36K üstəgəl 17K üstəgəl bir dənə də 36K üstəgəl 4 bərabərdir. Hamısı bir yerdə 360 dərəcəyə. 36, 36 eləyir 72. Bu da 17. 89K bərabərdir. 360 çıxılsın 4'ə. Bu da eləyir 356. Buradan da K bərabərdir. 356 bölünsün 89. Bərabərdir. Deməli bu da olar 4 dəfə. 9 dəfə 4'ün 36. 3 yadda 32. 3 də yadda. 4 oldu. 4 dərəcə. İndi bizdən nə soruşur? 21'də. Bucaq 1'i deyir tapın. Bucaq 1'də 36K'dır. K'nı da 4 tapdığıma görə 36'nı 4'ə vururam. Eləyir 144 dərəcə. 22 nömrəli tapşırıqda deməli bizə verir 1'i 28 dərəcə. 1'in yerinə yazıram burada 28 dərəcə. Sonra 2'ni verir 60 dərəcə. 2'yə də yazıram 60 dərəcə. 3'ü də verir 142 dərəcə. Bu 142'dirsə bunun qonşusu da 180'dan 142'ni çıxaraq 38 dərəcə tapıram. İndi burada bayaq dedik ki, bu bucaqların soldakı bucağın dərəcə ölçüsü sağdakıların dərəcə ölçüsü ya da ki, belə deyim də 60 28'dən 38'in cəminə bərabər olmalıdır, amma deyil. Bunu toplayanda eləyir 64. Deməli belədir də. Əgər bunlar bərabər paralel olsaydı AB ilə Y-dir. Paralel olsaydı. İndi bizə burada deyir ki, əslində A B-yə paraleldir. Baxaq görək burada A ilə B hardadır? A budur. Yəqin B-də bu olur. Başqa B görmürəm. Aha. Bunlar bir-birinə paraleldirsə, deməli. Buradan şəkli mən uzatsam beləsinə. Bura 28'dirsə, onda burada 28 dərəcə olasıdır. Və eyni qayda ilə burada 28 dərəcə olasıdır. Bunların paralel olmağından görünür. Amma bunlar paralel olmasaydı bu söhbəti deyə bilməzdik. Deməli, birini kəsirsə, onda gedir paralel düz xətlərdə də paralel düz xətlər. Hansısa bir düz xətti birini kəsirsə, digərini də kəsir. Belə. Bəli, kəsdi. Deməli, deyir, xəttini kəsirmi? Bəli. Çalışma 23'ə baxaq. Şəkil 37. Deməli, bu 23 nömrəli məsələdə bucaq 2'ni verir bizə 21 dərəcə. Bax, burayı oldu 21 dərəcə. Sonra 4'ü verir 117 dərəcə. 4 bərabərdir 117 dərəcəyə. Başqa nə verir bizə? Bucaq 1'i tapın deyir, tapaq. Deməli, burada bu 3 ilə 1 daxili bir tərəfli bucaqlardır. Ona görə də burada yaza bilərəm ki, bucaq 3 bərabərdir 180 çıxılsın 117. O da bərabərdir 63 dərəcə. Deməli, 3'ü də tapdım 63 dərəcə. Onda bu 2 ilə 1'in 1 ilə çarpaz bucaqlardır. Çünki bu paralel düz xətləri kəsən düz xətsə 1, 2 və 3'ün cəmi ilə çarpazdır. Deməli, onda bir-birinə bərabərdir. Bucaq 1 bərabərdir. Bucaq 2 üstəgəl bucaq 3'ə. 2'ni 21 dərəcə vermişdi. 3'ü də 63 dərəcə tapdıq. Toplayanda da elədi 84 dərəcə. Bu oldu. Deməli, tapşırıq 23. Növbəti tapşırığımız 24 nömrəli tapşırıqdır. 24'də yenə şəkil 37'dən gedir söhbət. İndi şəkil 37'yə görə məsələni dəyişdirim. 24'də deyir ki, bucaq 2 ilə bucaq 1'in fərqi 48 dərəcədir. Bu o deməkdir ki, bucaq 1 2'dən 48 dərəcə böyükdür. Yəni bucaq 1'i 2'yə x dərəcə yazsa, onda bucaq 1 də olur x üstəgəl 48. Bu belə. Sonra ikinci dəfə bizdən də soruşur ki, 4 çıxılsın 3'ü tapın. Deməli, əgər bura 1 ilə, bayaqlarım dediyim qaydada 1 ilə 2 ilə 3'ün cəmi çarpaz bucaqlardır. Çarpaz olduğuna görə bərabərdir. Onda burada 3'ə
düşür 48. Çünki x üstəcəl 48 bu elədir. X üstəcəl 48 də budur. 3 48 dərəcədirsə, onda bucaq 4'ü də tapmaq üçün daxili bir tərəfli bucaqlardır. 180-dan 48'i çıxıram. Eləyir 132 dərəcədə bu eləyir. İndi bizə deyir ki, bucaq 4 ilə 3'ün fərqini 4'ü tapdım 132. 3'ü də tapdıq 48. 12'den 8 çıxanda 4, 12'den də 4 çıxanda qaldı 8. Deməli 84 dərəcədə oldu. Bu fərq. 25 nömrəli məsələdə şəkil 38 deyir. Şəkil 38 bu tərəfdə deyirsən. Bəli. Deməli 1, 3 qıraqlarda, 2 ortada. Şəkli çəkək. 25 nömrəli məsələ. Bizə belə bir şəkil verildi. Həmin şəklə əsasən deyir. Deməli. Bir. Burada bucaq 3. Bu ortada da bucaq 2. İndi 25 nömrəli məsələdə bu tipli tapşırıqları həll eləməkdən ötürü qaydanı bilməliyik ki, bucaq 2 bərabərdir. Bucaq 1 üstəgəl bucaq 3'dən 180 dərəcəni çıxmağa. Yəni bu şəklin qaydasıdır. İndi buna əsasən qaydaya əsasən yazsaq bucaq deməli 25 nömrəli tapşırıq idi. Bucaq 3 deyir 2 ilə 76'nın cəminə bərabərdir. Deməli bucaq 3'ə yazıram. Bucaq 2 üstəgəl 76. Bucaq 1-də bucaq 2 ilə 48'in cəminə bərabərdir. İndi bucaq 2 bərabərdir. 1'in yerinə yazaram. Bucaq 2 üstəgəl 48. 3'ün yerinə bucaq 2 üstəgəl 76 və çıxılsın 180. İndi məlumları keçirək sola. 180 gəlsin olsun müsbət. Çıxılsın 48, çıxılsın 76 bərabərdir. Bucaq 2 üstəgəl bucaq 2. Bir dənə də bu tərəfdəki keçir o tərəfə olur. Çıxılsın bucaq 2. Buradan elə ikisi gedir qalır. Bucaq 2 bərabərdir. 180'dan 48 çıxanda qalır 132. 132'den də 76'nın çıxanda 12'den 6 çıxanda 6. 12'den də 7 çıxanda 5. 56. Bizə də bucaq 2'ni tap deyir. Deməli bucaq 2 oldu 56 dərəcə. Eyni tapşırığı işləyirik 26 nömrəli məsələdə. Yenə eyni şəkildir. Deməli bura verdi. Bucaq 1, bura 3, burada 2. İndi biz bayaq qaydaya dedik. Qaydaya əsasən dedik ki, bucaq 2 bərabərdir. Bax, bucaq bu qaydaya yazsam. Bucaq 2 bərabərdir. Bucaq 1 üstəgəl bucaq 3 çıxılsın 180 dərəcə. İndi bu bərabərlikdən bucaq 2'ni tapsam. Bucaq 2 bərabərdir. 256 çıx bucaq 1 çıx bucaq 3. İndi burada yerinə koyun. Altdan da o yazın. Bucaq 2 bərabərdir. 256 çıxılsın bucaq 1 çıxılsın bucaq 3. Bu ikisini birlikdə həll eləməliyəm. Əgər bu bərabərliklərin sol tərəfləri bir-birinə bərabərdirsə, deməli sağ tərəfləri də bir-birinə bərabərdir. Onda sağları bir-birinə bərabər eləsəm, bucaq 3, daha doğrusu bucaq 1 üstəgəl bucaq 3 çıxılsın 180 dərəcə bərabərdir. 256 çıxılsın bucaq 1 çıxılsın bucaq 3. Bu bucaq 1'lər, bucaq 3'lər də bu bir tərəfə gələndə olasıdır 2 dənə bucaq 1 və 2 dənə də bucaq 3. Yazaq ki burada 2 dənə bucaq 1 üstəgəl bucaq 3 bərabərdir. 256'nı yazıram 180'da o yana keçirirəm. Bu da eləyir. Hər tərəf 2'yə bölək burada. Olasıdır bucaq 1 üstəgəl bucaq 3 bərabərdir. 256'nın yarısı 100 o da 28. 128 üstəgəl 90.
128-dən də 90 toplayanda 218 eləyir. Deməli 1 ilə 3-ün cəmi 218 elədi. İndi bu başda yazdığımız qaydaya əsasən deyirik ki, bucaq 2 bərabərdir. 1 ilə 3-ün cəmi 218 idi. 218-dən də 180 çıxmaq lazımdır. 180 çıxanda da burada qalır 38 dərəcə. Deməli, axtarılan bucaq 38 dərəcə imiş. Bucaq 2-ni tapın deyil. Növbəti məsələyə baxaq. 27 nömrəli məsələdə deyir, şəkil 39-a əsasən 1 ilə 5-in cəmidir 96 dərəcədir. 1 ilə 5-in cəmi 96 dərəcədir deyir, 2-ni tapın. Əgər burada mən 1-i götürsəm, ya da belə deyək də, bu 5 ilə 3 bir-birinə çarpazdır. Deməli, 3 bucağı da ilə 5 bucağına bərabərdir. Sonra burada baxaq daha nəyə? BD deyir AC-yə paraleldir. 1 ilə də 5-in cəmi 96-dır. 1 ilə 5-in cəmi 96-dırsa, onda 1 ilə 3-ün də cəmi 96-dır. Buradan deməli yazıram ki, bucaq 3 bərabərdir bucaq 5-ə. Bucaq 1 üstəgəl bucaq 5 bərabərdir 96 dərəcə olduğuna görə bucaq 1 üstəgəl bucaq 3 də bərabərdir 96 dərəcə. Və biz burada görürük ki, bucaq 1 üstəgəl bucaq 2 üstəgəl bucaq 3 bərabərdir. Hamısı bir yerdə 180 dərəcə. Burada 1 ilə 3-ün cəmi 96 olduğuna görə, onda buradan bucaq 2 bərabərdir. 180 çıxılsın 96-ya. 180-dan 90 çıxanda 90 qalır. 90-dan da 6 çıxanda qalır 84 dərəcə.